Bismillahirrahmanirrahim. Allahın salamı olsun bütün müsəlmanların üzərinə. Bəziləri deyir ki, İranda türk dilinə, Azərbaycan dilinə qadağalar vardır. Bəzi məhdudiyyətlər vardır. Nə bilim, türk dilində, Azərbaycan dilində danışanları ya həbs edirlər, ya əziyyət edirlər, ya işgəncə edirlər. Amma tam əksinə, bizim şəhid rəhbərimizin türk dilində çoxlu çıxışları vardır. Elə bir nümunə olaraq birini göstərmək istəyirəm. Burada görürsünüz ki, əziz şəhid rəhbərimiz bu balaca uşağın çəkdiyi rəsmləri tərif edəndən sonra sonda uşaqdan bu sözü soruşur ki, sən türksən yoxsa farssan? Əlbəttə uşaq fars dilli olduğuna görə cavab vermir və əziz şəhid rəhbərimiz üzünü valideynlərə, analara tutub bu cür məsləhət və tövsiyə edir ki, övladlarınız məktəblərdə fars dilini öyrənirlər. Siz isə onlara evlərinizdə türk dilini öyrədin. Əlbəttə, əzizlər, görürsünüz ki, İranda türk dilinə əslən nə qadağa, nə də məhdudiyyət yoxdur. Bunları sizlərə çatdıran elə həmin o xain, həsəd və paxıllığından ölən cuhudlardır ki, Azərbaycan xalqının arasında yayıblar. این من جلسه دفاع از گزارش 6 ماهه دومiydi doktorada. Cələsə defada danışqan sistemləri işləmirdi, sistem projektorları. Və mən ustadlarım sual soruşurdular, türkücan quzarışımı irayə edirdim öz diliminə. Orada məsulə pəjruhüş var, danışkədim, memaridə, vahidə, mənzəriyyədə. Gəldi mənə deyim, niyə türkü danışsan cələsədə? Dedim, xop, çünki mən türkəm. Və be xatirin ki, türkü danışırdım cələsədə, mənim cələsəyə defamı kənsel elədi. Mən belə həzinə eləmişdim, meyvə aparmışdım, şirin aparmışdım, zəhmət çəkmişdim, powerpoint cürləmişdim, 5 dənə də ustadı çəkmişdim, ora ki, difə eləyəm. Bəli, bu ağa fəqət be xatirin ki, mən türkü suallara cavab verirdim və sualları da türkü soruşurdular məndən. Mənim cələsəmi kənsel elədi. Və mənim formullarımı vermədi ki, ustadlar nə qədər israr elədilər, formulları ver, biz imzalayaq, vermədi formulları imzalasını. Mən istəyirəm bu mövzu viral ola və bu müşkül həll ola. Mən özüm türk dilində, Azərbaycan dilində danışıram İranda. Hər hansı bir dükana gedəndə, hər hansı bir yerə gedəndə elə öz dilimdə danışıram. Düzdür, fars dilini də öyrənmək yaxşıdır, amma elə öz dilimdə də burada rahatam.